Bir nəfər deyir Ayətullah Bəhaəddini ilə ki, əsrin nadir ariflərindən biridir, nadir mənəviyyat sahiblərindən biridir. Məşəddə İmam Rızanın hərəmində idi. Demişdim, məni dua eləyərsiniz, iltiması dua demişdim hərəmə gedəndə. Çıxanda dedim, dua elədiniz, deyir, yox, yadımdan çıxdı. Dedi ki, dedim, xahiş edirəm, dua eləyin. Dedi, heç hərəmə qayıtmadı, oturdu elə qapının ağzında, hansısa səhnin içində oturdu. Üzü İmam Rızanın zərihinə nəsə danışdı, deyir. Deyir, dedim, ağa, bilirsiniz nə dua eləməlisiniz? Mən deyim də sizə, mənim övladım olmur, övlad istəyirəm neçə ildir falan. Dedi ki, mən bilirəm nə lazımdır, sənə onu dua eləyəcəm. Mən nə lazım olduğumu bilirəm. Deyir, dua elədi, mən çıxdıq, deyir, bayra, bir neçə addım gedəndə görüm ki, dayı, uşaq istəmirəm mən. Başa salır ki, sənin dərdin uşaq dərdi deyil, sən razı deyilsən Allahın təqdiratına. Razı olmaq bu deyil ki, məsələn, gedib müalicə olunmayasan, get müalicə olun, o dərdin əlacını tap, amma razı ol nəticədir. Sonra heç övladım olmadı, amma gördüm bu dayı məni narahat eləmir. Məsələni köklü həll elədi. Köklü həll elədi. Bu şəkildə insanlar, Məliki Təbrizi var, onun da adını eşitmişsiniz, çox fəzilətli alimlərdəndir. Mənim üçün də məsələn özümə neçə dəfə onun kitablarına müraciət eləmişəm. Çox dəyərli bir adamdır. Onun ustadı Hüseynqulu Həmədani olub. O da elə böyük adamdır. Deyim, məni tanıyır da dərs deyir mənə, deyir. Gəlib gedirəm yanından, adımı da bilir. Birdən deyir, gəldim, salam verdim filan. Məndən soruşdu ki, sən Məlikilərdənsən. Elə bir ki, məni tanımır. Deyir, hiss elədim ki, nəysə mənə çatdırmaq istəyir ki, yəni sən bu mənəviyyat aləmində aşina deyilsən mənə. Sən burada mən səni tanımıram. Yəni bu aləmdə sən qəribsən. Sən bu aləmin adamı deyilsən. Deyir, dedim, hə, filan kəslərdənəm, bəli. Dedi ki, Təbrizdə Məlikilər yaşayır da, o bir böyük qəbilədir. Onlar burada da oxuyur da mədrəsədə. Dedim, hə, qohumuq da biz onlarla, Təbrizlidirlər onlardır. Burada deyir, oxuyur, bəli. Dedim, niyə bunu danışır görəsən? Deyir, elə bil arozda bir söz-söhbət var onlarla. Dedim, hə, var, söz-söhbət var. Deyir, mən gəlmişəm ki, içimdəki düyün var, deyirəm, mənə mane olur, onun həllini soruşurum. Heç mən danışmamış. Dedi ki, o vaxt bu düyün açılacaq ürəyində ki, gedib o sənlə oxuyan o qohumun var filan kəs, onun ayaqqabısını hər gün cütləyəsən. Qabağında əyil.